Kanalımıza şikayət Lənkəran rayonundan gəldi. Rayon sakini Hüseynov Bəhmən Əbdülhəsənoğlu rayonda rahat kreslosunda yatan məmurların qəflət yuxusundan oyanmamağından və cinayət hadisələrinin gözlənildiyindən danışdı. Lənkəran rayonunun giriş hissəsində dəniz sahilinə yaxın ərazidə yerləşən illər öncə salınmış geniş şam ağaclığı yanıb. Ərazidəki ağacların qəsdən məqsədli şəkildə yandırıldığı iddia olunur. Hadisə barədə məlumatı vətəndaş yazar Hüseynov Bəhmən Əbdülhəsənoğlunun iddialarında bildirilir ki, bu yanğın təsadüfi olmadığını və ərazinin imkanlı iş adamları tərəfindən otel və ya yaşayış tikintiləri üçün qəsdən yandırıldığı bildirilir. Sözü gedən ərazi Lənkəran rayonu giriş hissəsində dənizə yaxın gözəl mənzərəyə sahib ərazidir. Vətəndaş iddiasında bu yanğının adi yanğın olmadığını, məqsədli şəkildə törədildiyini, bunu isə aidiyyatı qurumların ya səriştəsiz işləməyinin, ya oturduqları kresloda yatdıqlarının nəticəsi olduğunu bildirir. Yazar həmçinin qeyd edib ki, hadisə ilə bağlı bir neçə dəfə aidiyyatı qurumlara müraciət edilib, lakin heç bir tədbir görülmədiyini qeyd edir. Vətəndaş ekologiya mütəxəssislərinə bildirir ki, bu cür hadisələr regionun ekosisteminə ciddi zərbə vurur, havanın təmizliyinə, torpaq və su balansına mənfi təsir göstərir. Şam ağacları oksigen ifrazı və torpağın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Yazar Hüseynov Bəhmən Əbdülhəsənoğlu böyük bir ərazini əhatə edən yanğın hadisəsini ekoloji fəlakət adlandırır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, həmçinin Fövqəladə Hallar Nazirliyindən məsələyə dərhal reaksiya verilməsini, yanğının səbəblərinin və günahkarlarının müəyyən edilməsini tələb edirlər. İnanırıq ki, Lənkəran rayonunda yatmış məmurlar artıq qəflət yuxusundan ayılaraq dövlətin onlara verdiyi vəzifəni layiqincə yerinə yetirəcəklər. Daha ətraflı vətəndaşın özündən dinləyək. Azərbaycan Real xəbərləri olaraq qarşı tərəflərin fikirlərini yayımlamağa da hazırıq. Cənub Bölgə Müxbiri İlham Əsədov. Kanalımıza abunə olun və bildiriş zəngini açıq saxlayın ki, bu kimi ictimai və siyasi xəbərlərdən anında xəbərdar olasınız. Hüseynov Bəhmən Əbdülhəsənoğlu, Lənkəran rayonunun Səpnikaran kəndində yaşayıram, hal-hazırda orada yaşayıram. Üzümü təbiəti sevən insanlara tutub, xahiş edirəm, bu mənzərəyə yaxşı-yaxşı baxsınlar. Buna nə ekologiya, nə yanğından mühafizə, nə polis, nə icra, nə üçün baxmırlar? Hə? Nə üçün baxmırlar? Hər bir vətəndaş gəlsə, imkanlı adam gəlsə, bu qədər ərazini, bu qədər ağacları yandırırsa, özü üçün gələcəkdə gəldiyi mənbələr yaradırsa, bunlar üçün tədbirlər yoxdur nihayətdə. Hə? Niyə yoxdur? Hə? Hamısının üzünü onlara qarşı tutub, imkan yaradırlar ki, hər kəs gəlsə, bu qədər ərazini yandırsa, bu qədər ağacları məhv eləsə, külə döndürsə, hə? Bəs buna nədir? Buna dözmək olmaz. Buna dözmək olmaz. Ekologiya haraya baxır? Ekologiya hara baxır? Yanğın söndürən məntəqə hara baxır? Bunlar kimə işləyirlər? Nəyə işləyirlər? Heç bir fəaliyyəti burada yoxdur. Sizin gözünüzün qabağında indi baxın görün. Nə qədər ağacları, cavan ağacları 4-5 il bundan öncə icra hakiminin tapşırığı ilə məktəblər, idarələr, bağçalar, fərlələr gətirirlər, ağaclar əkiblər, burada yaşıllıq yaradıblar. İndi baxın görün bu yaşılların başına kim nə kül töküb, hamısı yönündürüb, külə döndəriblər. Biz də bunlara baxmayaq, göz yumaq. Biz həqiqəti, olacağı göstəririk. Qoy bizim xalqımız, təbiəti sevərlər də baxsın. Buna, bu qədərlığa heç bir ölkədə baxmır. Qonşu Türkiyə dövlətində yanğınlar olur. Baxın görün nə qədər idarələr məşğul olur, nə qədər vəsaitə sərf olur yanğının qarşısını almaqdan ötürü. Nə üçün? Onlar yaşıllığı sevirlər. Yaşıllıq insanın həyat deməkdir. Həyat deməkdir. Bir dənə günün altında qalmaq insanın beynini çürüdür. Amma bir dənə ağacın altında oturub, kölgədə oturmaq insana zövq verir, ləzzət verir. Bu adəti qurumlar hara baxırlar? Nəyə baxırlar? Niyə əhəmiyyət vermirlər? Sizin gözünüzün qabağında, bu səbəb mən burada çıxış edirəm. Benim arxamda baxın görün, nə gözəl şam ağacları. Yanıb külə döndürərlər. Baxın görün, özünüz də baxın. Bu haqsızlığa nə də döymək olar? Mən buna dözmürəm. Mən ölsəm də öz müqəddəratımı, öz fikrimi deyəcəyəm. Olacağı xalqıma çatdıracağım. Bu mənim vəzifə borcumdur. Vətəndaşlığı borcumdur.
Mənim prezidentim bundan xəbəri yoxdur. Ona görə ki, o ölkəni müdafiə üçün, xalqı müdafiə, vətəni müdafiə üçün öz işlərə başı qarışıb, aidiyyəti qurumlar yaradıb, belə haqsızlıqlarla tənbih eləsin. Onların cinayət işləri açılsın. O qurumlar hara baxır? Gənc prezidentimin sadəlövlüyündən suyu istifadə edərək bütün təbiəti belə vəziyyətə salırlar. Mən buna razı deyiləm, mən prezidentdən də xahiş edirəm. Bunun üçün lazımi tədbirlər görülsün. Əgər hər bir imkanlı adam bu qədər təbiətə ziyan vurarsa, ağacları yarı kölə döndərərsə, özü üçün gələcəkdə gəlir mənbələr yaratma məqsədi ilə bunu eləyirsə, başqaları da eləsə, Azərbaycanda təbiət qalmayacaq, yaşıllıq qalmayacaq. İnsanların həyatı gündən-günə çətinliyə vadar olacaq. Mən bu sözü deyirəm, adəti qurumlara da deyirəm. Bununla tədbir görülsün. Qoy bunu eləyən, bu vəziyyətə salan, bu təbiəti vəziyyətə salan insanlar cəmiyyət qarşısında cavab versinlər. Xalq buna qiymət versin. Mən xahiş edirəm. Mənim səsimi dinləyin. Mən özüm üçün demirəm. Mən xalq üçün, ölkə üçün deyirəm. Cəmiyyət üçün deyirəm. Gələcək nəsl üçün deyirəm bunu. Əgər mən günah işlədirirəmsə, qoy mənim cəzamı versinlər. Xahiş edirəm. Yüksək dərəcədə xahiş edirəm. Aidiyyəti qurumlar, buna tədbir görün. Buna tədbir görün. Qoy biz də bilək. Bizi də məlumatlandırın. Ki, yəni ki, belə hadisəni törədənlər, bu təbiəti məhv edənlər öz cəzasına çatmışlar. Ölkəmizin başçısı olan ulu öndərimiz Heydər Əliyev, Allah onu rəhmət eləsin, qəbri nurlu olsun, məkanı cənnət olsun. Belə bir prezidenti biz itirdik. Baxın, görün, dəfələrlə televizorlarda çıxış öz xalqına bildirir ki, kim meşədə bir dənə ağacın budağı kəssə, mənim qolumu kəsmiş olacaq. Qolumu kəsmiş olacaq. Baxın, görün, bu bir də dayə rəhbərin təbiətə, öz xalqından nə qədər məhəbbəti var imiş. Biz nə edirik indi? Bizdə dözümlü hallar yaranır, dözümlü gələndə dözümlü haldır. Siz də baxın, xahiş edirəm sizdən.